Və burada sizə bir məlumatı vermək istəyirəm ki, mən məsələn orada bizim də, mənim özümün də, digər gənclərin də istifadə etdiyimiz bir söz var ki, elə zənn edirik ki, bizim potensiallarımızı kimsə kəşf eləməlidir gəlib. Yəni biz bağlı qapılar arxasında durub onları gözləməliyik və onlar da bizim potensiallarımızı kəşf eləməlidir. Kimsə gəlib deməlidir ki, gəl bizim yerdə iş var, sənin nə gözəl potensialın var və gəl sən bizim yerdə işlə kimi bizə sözlər deməyini istəyirik və orada mən başa düşdüm ki, və mənim istəməyəsəm belə, məcbur qalsam belə bəzi təlimlərə, seminara qoşulmaqdan məqsədim o idi ki, auditoriya, insanlar və orada gələn digər yüksək vəzifəli şəxslər bəzən tədbirlərdə olurdu. Onların məni görüb, mənim simamı tanımasının mənim üçün faydaları olduğunu dərk elədim və hər daim orada bir növ özümü yaxşı mənada gözə soxmağa çalışırdım. Orada ki, qoy məni görsünlər. Ki, belə bir gənc var və bu falan işlər görür və bizim gənclər də bunu tövsiyə edirəm ki, maksimum bu kimi yerlərdə sıxılsanız belə bir müddət iştirak edin ki, insanlar sizi tanısın. Heç kəs tanımadığı insanın potensialına bələd ola bilməz. Biz özümüzü insanlara tanıtmalıyıq ki, onlar bizim potensiallarımızı bilsinlər və buna görə də mən sizə inandırım ki, siz əgər belə eləsəz, bir gün sizin qarşınıza həqiqətən sizin potensiallarınızı dəyərləndirə biləcək bir şəxs çıxacaq mütləq şəkildə.